Qərbi Azərbaycan icmasında Keşkənd və Paşalı rayon icmalarının üzvləri ilə geniş tərkibli görüş keçirildi. Toplantıda 2025-ci il üzrə görülmüş işlərin hesabatı təqdim olundu. 2026-cı il üçün prioritet istiqamətlər və fəaliyyət planı müzakirə edildi. Tədbirdə çıxış edən Qərbi Azərbaycan icmasının idarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Dərələ Əzmə halının birləşdiyi icmada həyata keçirilən təşkilati, elmi və ictimai fəaliyyətlərin ardıcıl şəkildə davam etdirildiyini bildirdi. Biz o torpaqların son qarşısına qayıdana qədər bu mübarizə getməlidir. Biz bu təşkilatı elə qurmalıyıq, elə aparmalıyıq ki, son hədəfimizə çata bilər. Biz çatacağıq, şübhə yoxdur. Amma təbii ki, son qarşısına qədər getmək üçün biraz zaman lazım olacaqdır. Və bunun üçün də biz bu estafeti ötürə bilməliyik. Bundan əlavə biz bu təşkilatı elə möhkəm, həm maddi cəhətdən əsaslarını yaratmaq, həm mənəvi cəhətdən əsaslarını yaratmalıyıq ki, bu son məqsədə gedib rahatca çata bilək. Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Dərələ Əzmə halının Keşkənd rayon icmasının sədri Professor Mahirə Hüseynova çıxışında 2025-ci il ərzində görülmüş işlər barədə hesabat təqdim etdi. O, icma daxilində birliyin möhkəmləndiyini və fəaliyyətin daha sistemli əsasda qurulduğunu bildirdi. Ata-babalar deyib ki, insanın 1000 dostu olsa azdır, bir düşmən olsa çoxdur. Bizim dostumuz çox olsun və bütün Heydər Əliyev Fondu, Qafqaz Müsəlmanları İdarəsi, digər universitetlər, digər sosial tədqiqat mərkəzləri və s. hər birindən bizim əlaqələrimiz var və gördüyümüz işlər də o çərçivədədir. Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Paşalı rayon icmasının sədri, Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru, Aqrar Elmlər üzrə fəlsəfə doktoru, doçent Faiq Xudayev 2025-ci ildə görülmüş işləri təhlil edərək strukturlaşma və koordinasiya sahəsində əldə olunan nəticələri diqqətə çatdırdı. O, 2026-cı ildə icmalar arası əməkdaşlığın genişləndirilməsi, kənd icmaları ilə əlaqələrin daha sistemli qurulması və məlumat bazasının təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürdü. İcmanın Qadınlar Şurasının sədr müavini, Qərbi Azərbaycan televiziyasının rəhbəri, əməkdar mədəniyyət işçisi Telli Pənah qızı Keşkənd və Paşalı rayonlarının adət-ənənələri, tarixi irsi və deportasiya faktları ilə bağlı silsilə verilişlərin hazırlanmasının vacibliyini vurğuladı. İcma üzvlərinin canlı çıxışlarla bu mövzuların ictimaiyyətə çatdırılmasına töhfə verməsinin əhəmiyyətini qeyd etdi. Daha sonra Keşkənd və Paşalı rayonlarının kənd icmalarının sədrləri çıxış edərək 2025-ci ildə görülən işləri müsbət qiymətləndirdilər. Onlar yerli səviyyədə təşkilatlanmanın gücləndirilməsi, gənclərin proseslərə daha fəal cəlb olunması, kəndlər üzrə tarixi mədəni irsin sistemli şəkildə sənədləşdirilməsi və gələcək nəşrlər üçün materialların toplanması ilə bağlı təkliflər səsləndirdilər. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova yubileyi münasibətilə icma sədri tərəfindən fəxri fərmanla da təltif olundu. Görüşün sonunda xatirə şəkilləri çəkildi. Lamiyə Rövşən qızı, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan televiziyası.